Belə bir yanaşma var ki, mopedlərdə yük daşıması. Satılma xidmətlərində işləyən bizim zəhmətkeş yoldaşlarımız var. Yəni nələrə diqqət etmək lazımdır? Burada dəyişiklik varmı? Dəyişiklik yoxdur. Sadəcə olaraq bu barədə informasiya əvvəl bir maddədə verilmişdi, 46-cı maddədə. İndi artıq 57-ci maddəyə həmin deməli informasiya köçürülüb. Mopedlərdə əvvəllər sərnişinlərin daşınması qadağanıdır. Yeni dəyişikliklərə görə mopeddə sərnişin üçün nəzərdə tutulmuş yer varsa, konstruktiv olaraq nəzərdə tutulmuş yer varsa, sərnişin daşınmasına icazə verilir. Yüklərin daşınmasında dəyişiklik yoxdur. Yüklərin daşınmasında qayda belə idi. Mopedin ön və arxa tərəfindən, o cümlədən də yan tərəflərindən, qabaritdən 50 sm-dən çox kənara çıxan yükləri daşımaq qadağandır. Amma bu ölçüdə yük çıxırsa daşımaq olar və mopedin hərəkətinə maneə yarada bilən yüklərin daşınması qadağandır. Kuryerlərin apardığı o çantaya biz nəzər yetirsək, biz bilirik ki, o çanta mopedin arxa hissəsində yük yerində yerləşdirilib. Yüklərin daşınma qaydalarına əməl etməklə, yəni bu qaydalar nədən ibarətdir? Yük yerində olmalıdır, bərkidilməlidir, onun hərəkət vaxtı, yola düşməsi və oradakı daşınan yükün səpələnməsi və ilə axır və s. bunlar qadağan edilir.